Moskvada Mosbuild 2025 beynəlxalq tikinti və inşaat materialları sərgisi açılıb. Ölkəmizin də iştirak etdiyi sərgidə FAB, boya və kimya sənayesi məhsulları ayrıca stenddə təqdim edilir. Sərgidə ziyarətçilərə məlumat verilir ki, FAB təkcə boya şirkəti kimi deyil, inşaatla bağlı bir çox məhsulun istehsalçısı kimi tanınır. FAB boya və kimya sənayesinin nəzdində FAB boya, polimerlər, FAB Kim, Hilfan, Neotek fabrikləri fəaliyyət göstərir və Mosbuilddə bu şirkətlərin də məhsulları nümayiş olunur. FAB boyaları 2001-ci ildən Azərbaycanda istehsal edir. Bizim şirkətin fərqli istehsalları vardı. Boru istehsalı var, boya istehsalı var, kabel istehsalı var, həmçinin xam maddə istehsalı var. Burada keyfiyyətli məhsul axtarırlar. Bizim məhsullarda danışdıqda hər kəs qəbul edir ki, belə keyfiyyətli məhsul var, ciddi maraq vardır. Faydasını alanlar bilər şüarı altında inşaat boyalarının və həll edicilərinin istehsalı ilə fəaliyyətə başlayan şirkət zamanla istehsal sahələrinin sayını artırıb. Müxtəlif sərgilərdə iştirak edən FAB şirkətlər qrupu bu il Rusiya paytaxtında keçirilən Mosbuild sərgisində böyük maraqla qarşılanıb.